Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 9-cu sinif Azərbaycan dili dərsliyindən səhifə 17 və 18-ci səhifədə yerləşən tapşırıqları işləyirik sizinlə. Diqqətli olun, dəftəriniz, qələminiz qarşınızda olsun. Başlayalım. Yəni bu tapşırıqda bundan öncəki verilən ana dili Məhəmməd Hüseyn Şəhriyar haqqında verilən ana dili mətni ilə əlaqəlidir. Demək olar ki, həmən tapşırığın davamıdır. Burada Vaqif dramından bir parça verib bizə və Vaqif dramına əsasən 7-ci tapşırıqda verilmiş parçanı əsas mətnlə, yəni ana dili mətni ilə, Şəhriyar haqqında verilən ana dili mətni ilə əlaqələndirəcək. Gəlin ilk öncə baxaq. Vaqif əsərini təbii ki bilirəm oxumamışsınız. Bəlkə aranızda oxuyan uşaqlar da var. 11-ci sinifdə keçəcəksiniz. Ədəbiyyatdan çox mükəmməl, gözəl bir əsərdir. Tarixdə yaşayan deməli bu Şah Qacardır. Şah Qacardır ki, Şah Qacar tarixdə ən qanlı demək olar hökmdar olubdu. Övladı olmayıbdı, soğusuz olubdu. Yəni övladı olmadığı üçün də ümumiyyətlə özünü heç vaxt xoşbəxt şah hesab eləməyib və qana suslayan bir şah olubdu. Qana susluyubdu, insan başından belə deməli qalalar tikdirən bir şah olubdu. Bu da bizim Vaqifdir. Vaqif bilirik ki, Molla Pənah Vaqif Azərbaycanın şairidir və Vaqif Şah Qacarın hüzurundadır. Şah Qacar sizə xatırlatma etmək istəyirəm ki, əslən Azərbaycanlı olub, türk olubdu və o farslaşmağa üstünlük verib, Azərbaycan türk dilindən deməli üz döndərib və fars olubdu, farslaşıb da, farslığı qəbul edibdi. Amma Vaqif isə Azərbaycan şairidir və türk dilində daima türk dilində yazırdı. Əsərlərini fars dilində yazmayıbdı. Baxağın, eyni əsər Vaqif dramından verilibdi, həmən əsərdən verilibdi və əsəri oxumağı sizə tövsiyə edirəm. Oxuyun, çox gözəl bir əsərdir. Kinosu da var, tamaşası da var, qoyub baxa da bilərsiniz. Qacar, aha, sınayırdım idrakınızı. Doğrudan bir şair görürəm sizi. Xoşbəxt xəlq eləmiş sizi yaradan. Göylərə baş çəkən bu şanlı saray sizə tapşırılsın bugündən gərək. Ancaq bir şərtim var. Vaqif, buyurun görək. Gərək fars dilində yazsın sənətkar. Vaqif, farsın xəyyamı var, firdövsü var. Nə çoxdur onlarda böyük sənətkar. Azəri yurdunun oğluyam mən də, az uydururam yeri gələndə. Mən ellər bağında azad bir quşam. Mənsəbə şöhrətə satılmamışam. Vəzir deyir ki, vəzirin şəkli burada yoxdur. Qacarın bir vəziri var. Vəzir də ikiyüzlüdür, yaltaqdır. Deməli, ara qarışdıranın da biridir. Yaxşı da, çarıqlı kiçik bir ölkə, böyük firdosilər yaratdı bəlkə. Bunu burada deməli, vəzir deyir. Yəni ki, firdosilər yaratdı bəlkə deyir. Çarıqlı bir ölkəsən də. Sən nəsən Azərbaycan? Çarıqlı bir ölkədir. Çarıqla, yəni çarıq bilirsiniz nədir? Nazik ayaqqabıdır, bir dəri kimi onunla gəzilən. Deyir, çarıqlı bir ölkə, bəlkə böyük firdosilər görürsünüz gətirib öz İran deməli İran şairlərinə tay qoyur Azərbaycanın şairlərini ki, çarıqlı bir balaca ölkədə yanına şair olacaq. Yoxsa deyir, gəlib siz Firdosiyə tay ola bilərsiniz deyir. Böyük firdosilər yaratdı bəlkə. Dayan, Vaqif burada deyir, dayan. Bu bağçanın hər bir bulcağı neçə çiçək, neçə güllər bitirmiş. Yəni neçə şairlər, neçə yazıçılar bitirmiş. Sizin güldüyünüz çoban torpağı, sizin deyir, belə güldüyünüz o çoban torpağı, yəni Azərbaycan nəzərdə tutur ki, Nizamilər, Füzulilər yetirmiş. Hansı ki, sənin o Firdosinin, Nizaminin, Füzulinin yanında heç bir şey eləyə bilməz. Bunu demək istəyir. Yadınızda qalsın, Nizami Gəncədə doğulub, Gəncədə yaşayıb, Gəncədən başqa heç bir yerə çıxmayıb, Gəncədən başqa heç bir yerə getməyib və artıq bu illərim, görün neçə illər keçir, əsrlər keçir Nizaminin üzərində, Nizamini bütün dünya tanıyır. Nə ilə? Nizaminin xəmsəsi ilə, Nizaminin poemaları ilə. Yəni yazı
bizim Nizaminin yazdığı yazılar nəinki fars, bütün dünyaya səs salır. Nəinki farsların deyək ki, farslar deyək ki, bizim Nizami ilə tənləşmək istəyirlər, bərabərləşmək istəyirlər. Xeyr, bizim Nizami 100 firdosilərə, 100 xəyyamlara dəyər. Baxırıq, deyir Vaqif tarafından verilmiş parçanı əsas mətnlə əlaqələndir. Ana dili mətni ilə. Baxırıq ki, hər iki dildə üstünlük nədir? Türk dilidir. Hər iki dildə üstünlük nədir? Türk dili. Baxırıq. Türk dili. Şəhriyar əsərlərini hansı dildə yazır? Fars dilində yazırdı. Və anasının cavabından sonra Şəhriyar neynir? Türk dilinə qayıdış eləyir. Şəhriyar anasının təsiri ilə Türk dilinə qayıdış eləyir və dilinin unudulmaması üçün anası onu deməli məcbur eləyir ki, sən Türk dilinə, yəni onu anası elə bilin ki, öz sözləri ilə cəzalandırır da, sən Türk dilinə qayıtmasan, o Türk dilinə bir qayıdış eləyir, düzdürmü? Anasının təsiri ilə Şəhriyar Türk dilinə qayıdır. Burada isə Vaqifi Şah Qacar Fars dilinə dəvət eləyir. Vaqif isə mən Fars dilində yaza bilmərəm deyir. Mən Türkün şairiyəm. Mən Türk dilində yazıram. Mənim dilim Türkdür. Yəni Farsın öz şairləri var. Vaqifi farslaşmağa dəvət eləyir. Vaqif isə bunu qəbul etmir. Burada deməli, hər iki əsərin əsas mətnlə əlaqəsini götürsək, bunu götürsək ki, Vaqif dramının əsas mətnlə əlaqəsini, hər iki mətnin Türk dilində olmasına baxmayaraq, Vaqif Şəhriyardan fərqli olaraq özü Türk dilini deməli daima dəstəkləyir və Türk dilində yazır, Fars dilində ümumiyyətlə əsər yazmır. Amma Şəhriyar isə elə bilin ki, yatmış yuxudan anasının təsiri ilə oyanır və Türk dilinə qayıdış edir. İndi isə keçirik müzakirəyə. Müzakirə təbii ki, sinifdə müəllimlə birgə aparılmalıdır, amma yenə də biz göz atağın görəyin nə demək istəyir. Ana farsça yazmaqdan çəkindirir, deməli Şəhriyarı düzdür. Qacar farsça yazmağa çağırır Vaqifi, bəli, Vaqifi farslaşmağa çağırır. Düzdür. Hadisələrin hansı əsrlərdə baş verdiyini araşdırın. Baş verdiyini araşdırmaq üçün nə edirik? Şəhriyarın anadan olduğu ilə deməli baxırıq, onun anadan olduğu, doğulduğu ilə baxırıq və Vaqifin anadan olub doğulduğu ilə baxırıq ki, yəni onların dövrləri arasında böyük bir fərq var. Böyük bir fərq var. Vaqifin yox, Səməd Vurğunun yaşadığı dövrə baxırıq və Şəhriyarın yaşadığı dövrə. Hər ikisinin tarixini araşdırırıq, vururuq və baxırıq ki, onların yaşadığı dövrlər arasında böyük fərq var. Və amma hər iki dövrdə də nə baş veribdir? Hər iki dövrdə də Türk dili üstün tutulubdur və Türk dili Fars dilindən daima öndə dayanıbdır. Daha sonra həmin dövrlərdə ana dilinə olan münasibəti müəyyənləşdirin. Görürük ki, Vaqif deyir ki, mən neynəsən də Türk dilindən dönmərəm. İndi siz bu əsərin dalını bilmirsiniz. Bu əsərin dalında deyir ki, Şah Qacar görür ki, o dönmür, Fars dilində yazmaq istəmir, dilindən dönmür, dediyindən dönmür. Şah Qacar əmr eləyir ki, onun dili kəsilsin, onun əli kəsilsin. Sonra Vaqifin dostu Vidadi gəlir. Vidadi Şah Qacardan xahiş eləyir. Yəni bütün bunlar şah üçün deyilir, Vaqif üçün deyilir şah tərəfindən. Vaqif deyir ki, dilimi də kəssən, əlimi də kəssən, mənim yetirdiyim şairlər ki var, mənim yetişdirdiyim tələbələrim ki var, onlar mənim davamçım kimi yazacaqlar. Amma mən Fars dilində yazmayacağım. Yəni ana dilinə olan münasibət bu şəkildə verilir ki, ana dili yüksək tutulur hər iki dövrdə. Və Şəhriyarın da əsərində görürük ki, ana dili əsərində də ailədə ana dili qorunub, saxlanılır və ana öz oğluna qəti şəkildə deyir ki, sən Fars dilində yazdığın üçün mən sənin əsərlərini bir daha oxumayacağım deyir. Niyə görə? Çünki sən Fars dilində yazırsan. Ona görə də fikir veririk ki, hər iki dövrdə bu ana dilimiz qorunub, saxlanılıbdır. Ana öz dilinin deməli
fars dilinin türk dilini üstələməsindən qorxur. Vaqif isə ümumiyyətlə mən fars dilində yazmaram deyir. Öldürsən məni belə yazmaram deyir. Üzrü hesab eləyin. Deməli, ananın və Qacarın tələbləri nə ilə bağlı idi? Ananın tələbi oğlundan o idi ki, Şəhriyardan o idi ki, biz türkük, türk dilində yaz. Dilimiz itib batmasın, türk dilində yaz. Ailədə türk dilində danışırıq, atan türk dilində danışır. Yəni sən artıq fars dilində şeir yazmağından türkcəni, türk dilini evdə həbs etdirmisən. Türk dilində yazmalıyıq. Bunu deyirdi. Ana bunu tələb eləyirdi ki, fars dilində yox, türk dilində yaz. Və ana öz niyyətinə nail oldu mu? Oldu. Qacarın tələbi nə idi? Qacarın tələbi amma o idi ki, Vaqifdən. Sən fars dilində yaz. Qacar Vaqifin farslaşmasını istəyirdi. Qacar özü Azərbaycanlı olub. Qacarın kökü Azərbaycanlı olub, türk olubdu. Türk olub, amma öz dininə, öz dilinə deməli arxa çevirib farsları üstün tutubdu. Və o Vaqifin də farslaşmasını tələb eləyir. Bəs Qacar öz tələbinə nail ola bildimi? Xeyr, Qacar öz tələbinə nail ola bilmir. Ana öz tələbinə nail ola bildimi? Bəli, ana öz tələbinə nail oldu və Şəhriyar türk dilində yazı yazmağa başladı. İlk poeması da, ilk şeiri də, yəni Heydər Babaya salam oldu. Daha sonra həmin məsələyə Şəhriyarın və Vaqif obrazının münasibətini müqayisə edin və fikirlərinizi ümumiləşdirin. İstəyir Şəhriyar, istəyirsə də Vaqif, hər ikisi türk dilini üstün tuturlar və Şəhriyar elə bilin ki, yatmış yuxudan anasının o şillə kimi dəyən sözləri ilə oyanır ki, yəni bizim ailədə türk dilində danışılıbdı. Sən türk doğulmusan, türk böyümüsən, türkçə danışmısan. Yəni Şəhriyar bu sözlərlə elə bilin ki, anasının bu sözləri ilə yuxudan ayılır. Bu sözlər ona bir şillə kimi dəyir, mecazi mənada. Vaqif obrazı isə Vaqif obrazına da deyir, öz münasibətinizi bildirin. Yəni biz Şəhriyara baxırıq ki, təbii ki, Şəhriyarı dəstəkləyirik ki, Şəhriyar düzgün elədi. Əsərlərini türk dilində yazmaqda düzgün etdi. Anası onu düzgün istiqamətləndirdi və Şəhriyar düz yolu tutdu. Amma Vaqif obrazına münasibətimizi bildirəndə deyirik ki, Vaqif, təbii ki, Vaqif də düz elədi. Bir Azərbaycanlıya yaraşan bir hərəkət eləyir. Ölkəsinə, deməli, millətinə, dininə arxa çevirmir. Yəni o Qacarın əmrinə tabe olmur və şeirlərini bu dildə yazmır, fars dilində yazmır. Və gözəl də tutarlı bir cavab verir ki, sizin Firdosiniz varsa bizim də Nizamilərimiz, Füzulilərimiz var. Bu şəkildə tutarlı cavabını verir. Müqayisə etsək, hər ikisi Şəhriyarda, Vaqif obrazı da hər ikisi deməli uğurlu, möhtəşəm obrazlardır. Vəzirin dediyi fikri deyim tərzinə və məzmununa görə izah edin. Vəzir burada nə deyir? Baxın. Vəzir deyir ki, buradan başlayır vəzirin fikri. Yaxşı da, Çarıqlı kiçik bir ölkə, böyük Firdosilər yaratdı bəlkə. Çarıqlı bir də bir yağ dedim nazik dərili kimi. Çarıqlı qaloş da deyirik. Rezin qaloşlar olur su keçirməyəndə. Yəni onlar da nəzərdə tutulur deyir. Yəni o ucuz bir ayaqqabı növüdür da. Onu nəzərdə tutur. Çarıqlı kiçik bir ölkə palçıqda yeyilmək üçün nəzərdə tutulur. Çarıqlı kiçik bir ölkə böyük Firdosilər yaratdı bəlkə. Burada nə var? Onun deyim tərzinə və deməli dediyi fikir deyim tərzinə və məzmununa görə izah edir. Təbii ki, burada verməyiblər vəziri. Vəzir özündən çox razı, yaltaq və ara qarışdıran bir insandır. Burada deməli şaha yaltaqlanır, Vaqifi güya ki pisləyir. Əslində bu sözü, çarıqlı bir kiçik bir ölkə sözünü bu deməli Vaqif hüzuruna, şahın hüzuruna gəlməmişdən əvvəl şah özü bir dəfə işlətdiyi bir sözdür. Həmən sözü, şahın fikrini vəzir burada təkrarlayır.
və deməli yenə deyirəm, yaltaq özündən razı bir tərzdə böyük firdosilər yaratdı bəlkə. Özündən razı bir şəkildə deyir bunu və o şəkildə fikrini çatdırır. Çox özündən razı və yaltaq bir şəkildə özünü şaha göstərməyə çalışır vəzir burada. Bu qədər. Bu sinifin müzakirəsidir. Təbii ki, bunu sinifdə müzakirə edəcəksiniz. Növbəti deməli 8-ci sualda deyir ki, mətndə çərçivəyə alınmış atalar sözü hansı intonasiyalı deyilmişdir? Ot kökü üstə bitər deməli, onu soruşur bizdən. Baxın burada. Ot kökü üstə bitər ana dili mətnində. Deməli, hansı intonasiya ilə deyilmişdir? Baxın, burada nə var? Görürsünüz ki, deyir ki, ana deyir ki, sən türkçə şeir yazırsanmı ki, mən də sənə türkçə cavab verəm? Evimizdə həbs etdin türkçəni. Ot kökü üstə bitər. Yəni, ona xatırladır, onun yadına salır ki, ot kökü üstə bitər ifadəsi üzərinə düşür burada məntiqi vurğu. Ot kökü üstə bura bir vurğu vurur. Məntiqi bir vurğu vurur ki, mənası budur ki, atan türk dilində danışmış. Atan türk dilində deyir danışmış. Və öz atan deyir türk dilində danışmış. Və öz dilinə böyük önəm vermişdi. Yəni öz dilinə böyük dəyər vermişdi, qabağa çəkmişdi dilini. Sən də bu yolu tutmalısan. Görürsünüz nə deyir? Deyir, atanın getdiyi yolu tutmalısan. Bu dildə danışmalı və bu dildə yazmalısan. Yəni səni türklər başa düşməlidir. Sən indi bugün dövrün tələbinə görə Cənubi Azərbaycanda yaşayıb fars dilinə üstünlük verilir deyə fars dilində yazırsansa, və sənin öz yerlərin, öz millətin, öz xalqın, öz kökün, soyun bu dili başa düşmür axı. Hər biri bu dili bilmir axı. Ona görə də deyir ki, atam bu dildə danışıbdı, bu dildə böyümüsən və bu dildə də danışmalısan. Sənin atan bu dilə önəm veribdi. Və ikincidə deyir, bu cavabı düzgün götürəcəyik. Məntiqi vurğu ot sözünün üzərinə düşür. Ot sözünün üzərinə düşür. Yox, məntiqi vurğu burada ot sözünə düşmür. Ot kökü üstə bitər sözünə düşür. Ot sözünə düşmür. Ot kökü üstə bitər sözünə düşür. Və ana tənə edərək işarə edir ki, atan daim fars dilində danışmış. Heç bu cümlənin davamına baxmırıq. Atan daim fars dilində danışmış, yox. Ana tənə etmir. Ana nə tənə etməyib orada, nə də burada fars dilidir. Ana sadəcə orada fikrini deyir ki, sən türk dilində şeir yazırsan ki, mən də sənə türk dilində cavab verim. Bu bir tənə deyil. Bu ananın ona deməli elə bir şillə kimi olan cavabıdır da. Yəni tənə şəklində demir. Ana onu ayıltmaq üçün, yuxudan ayıltmaq üçün dediyi fikirdir. Amma burada baxın, atası daim fars dilində danışmış, bu dilə önəm vermişdi. Bu fikir yanlışdır. Ona görə də sən fars dilində yazırsan. Bu fikir yanlışdır. Biz ikini götürə bilmərik. Axı heç onun atası fars dilində yazmayıb, danışmayıb. Bu dilə ümumiyyətlə önəm verməyibdir. Bu cavabı düzgün götürə bilmərik. Düzgün cavabımız nədir? Birinci cavab. Daha sonra, yəni fikrinizi əsaslandırın. Ümumiyyətlə ailələrində fars dilində danışılmayıbdır. 9-cu tapşırığa baxırıq. Mətni, səhifə 15-i oxuyarkən mötərizədəki daha uyğun sözlərdən istifadə edin, seçiminizi əsaslandırın. Qayıdırıq. Baxın, burada mötərizədə sözlər verib bizə, düzdürmü? Mən deməli, bunu sizin üçün oxuyanda, bundan əvvəlki videoda dedim ki, inversiya təşkil edən söz sırası pozulan cümlələrimiz var, düzdürmü? Baxın, indi onu istəyir bizdən. Cibindən dünən baxın, yazdığım şeirini çıxarıb kürəyini divara söykədi və natamam qalan şeirini tamamlamağa başladı. Uyğun gəlir, xeyr. Natamam qalan şeirini necə deyə bilərik? Uyğun deyil axı. Yarımçıq qalan şeirini tamamlamağa başladı. Deyəndə necə deyirsiniz? Ana, dərslərim yarımçıq qalıb. Deyirsiniz, ana, dərslərim natamam qalıb. Xeyr. Ana, dərslərim yarımçıq qalıb. Daha sonra nə deyir burada? Deməli, burada nəyi götürdük? Yarımçıq. Daha sonra deyir ki, Təbriz axşam çöküb qaranlıq Təbrizi bürüyəndə o da yazdı şeirinin son misrasını və evlərinə qayıtdı, yox evlərinə yollandı. Yollandı, qayıtdı olmaz. Daha sonra
Onun üzündə yox idi hər zamanki təbəssüm. Gülüş yox, təbəssüm. Daha sonra gülüş yəni anidir da, gəlib gedir, düzdür? Gülürsən o gülüş gəlir, gedir. Amma təbəssüm daima sənin üzündəki o təbəssüm görürsən baxanda deyir ki, insan nuranidir. Onun üzündə yəni o təbəssüm var, artıq bitib, daimidir. Şəhriyar heyrət, təəccüb dolu baxışlarla anasından soruşdu. Yəni, bax, anacan, çoxmu yoxsa xəstələnmirsən? Neyinir burada təəccüblənir da, düzdür? Deməli, Şəhriyar təəccüb dolu baxışlarla anasından soruşdu. Təəccüblənir də, niyə türkçə danışdı? Yəni, türkçə danışır daxı. Niyə indi deyir ona, yəni, farsça bir cavab verməsinə? Rəhmətli atası da deyir, çox ciddi diqqət eləyirdi türk dilinə. Ona görə də burada təəccüblənir ki, yəni anası nə üçün ona farsça danışdı. Ona görə təəccüblənir və təəccübünü gizlədə bilmir, anasına sual verir. Ana oğlunun üzünə baxmadan ürəyindəki qüssəli və duyğulu bir səslə, könlündəki, görürsünüz, uyğun gəlmir, könlündəki qüssəli bir səslə, ürəyindəki qüssəli bir səslə. Daha sonra keçmiş günlərə daldı. Təbii ki, qədim günlərə dalmaq olmaz. Keçmiş günlərə daldı. Yəni, daldı nə deməkdir bilməyənlər qeyd eləyin. Yəni, xəyala getmək. Xəyala getdi. Və salam, bu qədər keçirik. Növbəti suala. Növbəti sualda deyir ki, onda mətin səhifə 15-də mətin üçün verilmiş açar söz düzgünmü seçilmişdir? Siz hansı deməli, hansını təklif edərdiniz? 15-də nə qoyubdu? Ana dilində açar söz, düzdür? Mətnin adını nə qoyub? Açar söz deyərsə day müəllim, açar söz hardadır tapa bilmirəm. Baxın, ana dili, açar söz budur. Ana dilini deyir, düzmü qoyubdu? Təbii ki, düz qoyubdu. Ana dili, burada ana dili, ailədə danışılan doğma ana dilindən gedir söhbət, düzdür? Və bunu digər bir ad kimi türk dili də qoya bilərdik. Digər bir ad kimi Şəhriyarın türk dilinə qayıdışı da qoya bilərdik. Yəni, istədiyiniz hər hansı bir adı qoya bilərsiniz. Şəhriyarın türk dilinə qayıdışı. Və salam. Və yaxud elə istəsəniz türk dili də yaza bilərsiniz. Sadəcə türk dili. Hər hansını istəsəz qoya bilərsiniz adını. Amma ana dili çox mükəmməl seçilmiş bir addır. Və yaxud ailədə ana dili, bunu da qoya bilərsiniz. Ananın ana dilinə olan, türk dilinə olan deməli, önəmi, bunu da qoya bilərsiniz. Bu şəkildə hansını istəsəniz. Sonra 11-ə baxırıq. 11-də nə deyir? Deyir ki, son və axırıncı sözləri sinonim hesab edilirmi? Elə cümlə qurun ki, bu sözlərdən biri orada iştirak etsin, amma digəri onu əvəz edə bilməsin. Baxın, var son və axırıncı sözləri, düzdürmü? Biz bilirik ki, sinonimlər, deyir, sinonim hesab edilə bilərmi? Biz bilirik ki, sinonimdir. Necə olmalıdır? Nitq hissəsi eyni nitq hissəsi olmalıdır. Son. Nə? Axırıncı. Yox, son. Bağışlayın, səhv elədim. Son. Hansı? Axırıncı. Neçənci? Saydı. Neçənci? Axırıncı, neçənci? Baxın indi. Biz sonu necə götürüb axırıncı? Eyni sinonim hesab etmək olar bunları. Elə buradan baxırıq ki, ayrı-ayrı nitq hissəsidirlər. Ona görə deyirik ki, olmaz. Bunları biz, bu sözləri sinonim hesab edə bilmərik. İndi deyir ki, elə cümlə qurun ki, bu sözlərdən biri orada iştirak etsin, amma digər onu əvəz edə bilməsin. Bax, elə cümlələr var ki, orada bir-birini əvəz eləyə bilirlər, düzdür? Bir də deyirik ki, məsələ ilə hekayə oxuyuruq da, düzdür? Hekayənin sonu, Şəhriyarın aid oxuduğumuz hekayəni. Hekayənin sonu, deməli, maraqlı bitdi. Hekayənin sonu maraqlı bitdi, düzdürmü? Burada isə axırıncıda axırıncı. Biz deyə bilərik, hekayənin axırıncı maraqlı bitdi.
heç cürə deyə bilmərik. Hekayənin axırıncı maraqlı bitdi deyə bilmərik. Və yaxud deyə bilərik ki, axırıncı sırada oturan uşaq. Bunu görsüz əvəz eləyə bilirik rahatlıqla. Son sırada oturan uşaq. Əvəz eləyə bilirik. Amma elə gələndə ki, hekayənin sonu, hekayənin axırıncısı deyə bilmirik. Mümkün deyil, işlədə bilmirik. Hekayənin sonu maraqlı bitdi, hekayənin axırıncısı maraqlı bitdi, ola bilməz. Amma axırıncı uşaq deməli boyu balacadır, axırıncı uşağın boyu balacadır və sonuncu uşaq boyu balacadır. Deyə bilərik, son uşaq boyu balacadır, sondakı uşaq boyu balacadır. Bu şəkildə onları əvəzləyə bilir. Amma son günlər, axırıncı günlər görürsünüz, əvəzləyə bilirik belə də. Amma hekayənin axırı bir axırı olsaydı, amma bu axırıncı da axı. Son, hekayənin sonu, bir də var hekayənin axırıncısı. Bunu əvəzləyə bilmirik. Daha sonra keçirik 12-ci tapşırığımıza. 12-ci tapşırıqda nə istəyir? Mətndəki hansı cümlələrdə işləmiş gün sözləri amonimlik təşkil edir. Ümumiyyətlə, gün sözünü ilk öncədən sizə deyim, amonimliyini necə qura bilərik? Gün sözü ola biləcək bir deməli gün, bugünkü gün, dünənki gün, gündə belə yaşadığımız ayın günləri, həftənin günləri, həftənin birinci günü, ikinci günü, günlər. Bugünkü gün. Bir də var deyirik ki, gün batmışdı. Bax, burada deyir ki, baxın, gün batmışdı. Yəni artıq saat 5-dir, günəş batmışdı. Günümüz çox maraqlı keçdi. Məsələn, belə işlədə bilərik. Gün batmışdı, günəşdən gedir söhbət burada. Burada söhbət günəşdən gedir. Günəş. Bir də deyirik ki, baxaq görək, buralarda da bir gün sözü var idi. Yorucu bir gün keçirmişdi. Gün, yorucu bir gün keçirmişdi. Bunun günəşlə əlaqəsi yoxdur. Axı, bu həftənin günüdür. Həftənin günü. Bunlar amonim ola bilirlər burada? Bəli, ola bilirlər. Həftənin günü birdəki günəşlə, göydəki günəş gün batmışdı. Artıq göydəki günəşi biz günəş kimi nəzərdə, günü gün batmış deyəndə göydəki günəşi nəzərdə tuturuq. Daha sonra sxemi tamamlayın deyir. Sxemi dolu sözü verilib deyir, amonimliyini və çox mənalılığını istəyir bizdən. Amonim kimi dolunu necə işlədə bilərik? Deyə bilərəm bu hissədəki. Dolu vedrə. Düzdür, işlədə bilərəm. Dolu vedrə. Və dolu sözü digər necə işlənə bilir? Deyə bilərik ki, axşam dolu yağdı. Dolu yağdı. Göydən belə buz parçaları tökülür. Onlar doludur. Göydən dolu yağdı. Bir də dolu vedrə. Bunlar oldu amonim. İndi çox mənalı istəyir bizdən dolu sözü. Deyirəm ki, onun ürəyi dolu idi. Onun ürəyi dolu idi. Onun ürəyi dolu idi. Yəni biz ürəyin içinə girib baxa bilmirik. Ürəyi doludur. Vedrə deyir ki, onun üstünə su tökək də olsun. Ürəyi dolu idi. Düzdür? Burada çox mənalıdır. Məcazi mənadaydı. Və yaxud deyə bilərik ki, sevindiyindən gözləri yaşla doldu. Bu mənada işlədə bilərik. Dolub boşalmaq. Bu şəkildə işlədə bilərik. Və yaxud görürsünüz, bir uşağa hirslənirsiniz və yaxud da evdə və yaxud məktəbdə bir uşağa müəllim kimi hirslənirik. Görürsünüz ki, uşaq özünü sıxıb durur, ağlamaq istəyir, amma dolub durubdur. Gözləri yaşla dolub, amma ağlamır. Dolub durmaq, sonra gözləri həyəcandan dolmaq. Bu mənada yəni çox mənalı kimi işlədə bilirik. Daha sonra mətndən frazoloji birləşmələri seçib qarşılığını müəyyənləşdirin. Keçirik, ana dili mətnini istəyir bizdən təbii ki. Keçirik, mətndən frazoloji birləşmələri tapağın, görəyim frazoloji birləşmələrdən nə var burada. Deməli, nəyi götürə bilərik buradan? Götürə bilərik, yadına düşdü. Olurmu? Olur. Yadına düşdü. Yadına düşdü, yəni xatırladı. Düzdürmü? Yadına düşdü, xət çəkirsiniz qarşısına belə xatırladı yazırsınız. Xatırladı. Bu şəkildə. Daha sonra hansı sözü götürə bilərik? Baxın, axşam çöküb qaranlıq Təbrizi bürüyəndə. Qaranlıq çöküb. Bu belə olmalıydı. Qaranlıq çöküb sözünü yazırsınız. Qarşısından xat çəkirsiniz ki, axşam qaranlıq çöküb, yəni
qaranlıq çöküb, gecə olub. Mənası budur, gecə olub. Sonra nəyə götürə bilərik? Sonra nə götürə bilərik? Deməli, nəyi götürə bilərik? Şəhriyarın rəngi qaçdı. Şəhriyarın üzündəki rəng durub yola düzəlib qaçmayacaq ki, düzdür, rəngi qaçdı. Şəhriyarın rəngi qaçdı. Yəni ki, qabağından xətt çəkib yazacaq ki, deməli, rəngi qaçdı. Şəhriyar ağardı. Ağardı. Yəni, anasının sözlərindən rəngi qaçdı. Sonra deməli, üzünə bir ana şilləsi dəymişdi. Əslində məcazi mənadadır bu. Sonra beyninə hakim oldu. Beyninə hakim oldu. Durub gedib beyninin içində hakim olmur ki, beyninə hakim oldu. Yəni, idarə etmək mənasında. Zehnini, deməli nə deyir burada? Zehninin gizli xəzinəsindən bir çıxıb beyninə hakim oldu. Yəni, özünü idarə edə bildi. Həsr etdi, yəni Heydər Babaya həsr etdi, yəni həsr etdi olmur, bu olmur. Bunu qeyd eləmirik. Yaxşı, bu qədər. Bunlar da frazoloji birləşmələrimiz. Düzdür, mənalarını da verdik. Daha sonra keçirik. Növbəti sualımız nədir? 15-ci sualda qaldıq, düzdürmü? 15-ci sual. Süfrə və sürfə sözlərinin məna fərqini izah edib cümlədə düzgün yerləşdirin. Baxın, süfrə nədir? Süfrə. Süfrə bilirik ki, yəni qonaq gələndə sərdiyimiz süfrə və yaxud evdə özümüzün sərdiyimiz süfrə da bu stolun üzərinə sərilən süfrədir. Düzdür? Süfrə sərdik stolun üzərinə. Bir də var sürfə. R, f-dan qabaqda gəlir. Sürfə. Sürfə isə deməli, deyirik ki, məsələn, barama sürfələri, barama qoyduğu balaca çıxılı belə deməli, yumurtalar qoyur. Yumurtalar baramadır, digər heyvanlardır. Yumurtalar qoyurlar. Həşəratlar, kəpənək, nə bilim, qarışqa, onların qoyduğu yumurtalar sürfə adlanır. Heyvanların. Bu olur biologiya dərsində keçəndə inşallah. Biologiya dərsində keçəndə müəlliminizdən daha ətraflı soruşa bilərsiniz. Biologiya dərsinə aiddir sürfə. Deməli, indi deyir bunları cümlələrdə, verilən cümlələrdə yerinə yerləşdirin. İşçi arılar asanlıqla gözcüklərdən çıxarıb çölə ata bilərlər. Gözcüklərdən çıxarıb çölə ata bilərlər. Aysa, işçi arılar, sürfə bura gələcək, sürfə. Öz sürfələrini, işçi arılar sürfələrini bu şəkildə yazarsınız. Sürfələrini. Sürfələrini buraya yazacaqsınız. Asanlıqla gözcükdən çıxarıb çölə ata bilərlər. Gözcükdən, yəni pətəkdən çıxarıb çölə qoya bilərlər də. Yəqin ki, arıya çevrilsinlər. İndi onu müəlliminiz, biologiya müəllimləri bilər. Bir də yaşıl otların üstündə salınmış dədə-baba qaydası ilə bildiyimiz süfrə. Süfrə. Süfrə açırıq, çörək yeyirik. O, süfrə balaca Rəmanın deməli, nə deyir orada? Balaca Rəmanın marağına səbəb oldu. Daha sonra baxırıq 16-cı tapşırığa. 16-cı tapşırıqda nə istəyir bizdən? 16-da deyir ki, mətndəki şeirdə hansı sözlər tələffüz formasında verilmişdi? Hansı sözlər? Həmin sözlərin düzgün yazılışını seçin. Səhifə 16-da. Səhifə 16-da. Aha, Heydər Baba şeirini deyir. Baxırıq Heydər Baba şeirinə. Hansı sözlər deyir tələffüz qaydasında? Heydər Baba ildırımlar çaxanda. Ümumiyyətlə sizə deyim ki, bu şeir, Heydər Baba bu şeiri yadanda öz deməli ləhcələri, danışıq tərzləri necədirsə o dilə üstünlük verib. Deməli, yəni öz danışıq dillərində, danışıq dilinə üstünlük verilib, danışıq dilində yazılıb da. Dil normaları tamamilə gözlənilməyibdir bu şeirdə. Şeirin də demək olar, poemanın da şirinliyi elə buradan gəlir. Heydər Baba, ildırımlar çaxanda
Sellər, sular şaqqıldayıb axanda. Burada bir şey yoxdur ki, yoxdur. Düz gəlir, düzdürmü? Düzdür. Qızlar ona sərf bağlayıb baxanda, sərf yəni belə kəlağaylarını atırlar, belə üzlərini bağlayıb baxanda. Sərf deyəndə, yəni üzlərini belə görmüsünüz kinolarda örtürlər də, bir gözləri qalır. Kəlağayının ucu ilə üzlərini bağlayırlar, bir gözləri qalır. Yəni Heydər Baba dağına böyük hörmətləri var. Heydər Baba burada dağın adı da, dağdan gedir söhbət. Cənubi Azərbaycanda dağ adıdır. Salam olsun şəfqəti üzə, el üzə. Əslində nə deməliydik? Şəfqətinizə, elinizə, şəfqətinizə, elinizə olmalı idi yazılışda, düzdür. Amma necə danışıb elə də verib. Şəfqəti üzə, el üzə, mənim də bir adım gəlsin dil üzə. Dil üzə necə verilməli idi? Yəni dilinizə. Bu şəkildə verilməlidir. Şeirin şirinliyi də bundadır ki, necə var, elə də yazıbdır. Danışdığı tərzdə. Heydər Baba. İkinci bəndi oxumamışdan əvvəl sizdən bir xahiş eləyəcəm ki, kanala abunə olun. Abunə olmadan baxanlar, dərslərimiz daimi gəlir. Abunə olun, paylaşın. Əgər video xoşunuza gəlirsə, təbii ki, like etməyi də sizdən xahiş eləyirəm. Bu qədər danışıram, səsimdə hiss eləyirsiniz. Sizə dərsləri vaxtında çatdırmağa çalışıram. Yəni bir dəstək üçün, sizin də mənə bir dəstəyiniz üçün təbii ki, bəyənməyinizi xahiş eləyərdim. Heydər Baba, kəhliklərin uçanda, kəhliklərin, əslində kəhlik deyil, kəklik deyirik, kəklik. Burada isə kəhliklərin deyibdim. Kol dibindən dovşan qalxıb qaçanda, bağçaların çiçəklənib açanda, bizdən də bir mümkün olsa yad elə, açılmayan ürəkləri şad elə. Burada yoxdur. Kəhliklərin bir dənə kəklik olmalıdır, vəssalam. Qalanların hamısı düzdür. Dovşan, dovşan da elə necə yazılır, elə də tələffüz olunur. Deməyin V hərfi düşmür. O, V sözlərində yadınızda qalsın. O, V təzə qayda, qanunlara əsasən o, V yazılan sözlərdə V artıq düşmür. Dovşan, dovğa, lovğa, mövsüm bu şəkildə də qalır. Yaxşı. Yadıma düşdükcə hər şeyi sizə çatdırmaq istəyirəm. Daha sonra 17-ci tapşırığa baxaq. Mətn səhifə 15-də birinci abzasının hansı cümləsində söz sırası pozulmuşdur? Həmin cümlədə cümlə üzvlərinin ardıcıllığını bərpa edin. Hansı cümlə üzvünü yerinə qaytardınız? Həmin cümlə üzvünün ifadə vasitələrinə diqqət yetirin. 15-ci səhifədə birinci abzasın hansı cümləsində? Birinci abzas. 15 budur. Birinci abzas hardan hara qədərdir? Baxın, bura qədər. Birinci abzas buradan başlayır, bura qədər. Birinci abzasın hansı cümləsində söz sırası pozulub? Baxın, oxuyan kimi sizə bundan öncəki videoda demişdim. Burada pozulubdur. Axşamın səssizliyi çökürdü yavaş-yavaş Təbrizin üzərinə. Olmalıydı. Axşamın səssizliyi yavaş-yavaş Təbrizin üzərinə çökürdü. Üzərinə çökürdü. Belə olmalıydı. Burada söz sırasını pozan söz hansıdır? Çökürdü. Onu deyir də bizə. Sırası pozulmuş. Həmin cümlədə cümlə üzvlərinin ardıcıllığını bərpa edin. Hansı cümlə üzvünü yerinə qaytardınız? Həmin cümlə üzvünün ifadə vasitəsinə diqqət yetirin. Axşamın səssizliyi yavaş-yavaş Təbrizin üzərinə çökürdü. Bu şəkildə olacaq. Deməli, qaytardığımız sözdə çökürdü sözüdür. Çökürdü sözünün ifadə vasitəsi nədir? Nitq hissəsi kimi nə edirdi? Çökürdü. Nitq hissəsi kimi nədir? Feildir. Sualın veririk nə edirdi? Təbrizin üzərinə çökürdü. Nə edirdi? Çökürdü. Deməli, nədir burada? Feildir və feillə ifadə olunmuşdur. Daha sonra başqa nə var burada? Başladı axşam çöküb qaranlıq Təbrizi bürüyəndə. O da misrasının
Bu da yoxdur. İrəli gəlir şeirini bitirmişdi. Coşqu sonra anasının üzünə baxdı. Onun üzündə yox idi. Hər zamanki təbəssümü. Bunlar yox. Bunlar yəni onun üzündə hər zamanki təbəssümü yox idi. Onun üzündə hər zamanki, bax onun üzündə hər zamanki təbəssümü yox idi. Onun üzündə sözündən sonra gətirib qoyacaq. Hər zamanki təbəssümü yox idi. Yox idi nə? Deməli, hər zamanki təbəssümü. Onun təbəssümü. Baxın, burada yox idi nə? Onun təbəssümü. Onun üzündəki hər zamanki təbəssümü cümlə özvü kimi bir yerdə gedir. Nə idi? Yox idi. Nə? Onun üzündəki hər zamanki təbəssümü. Bu olur onun təbəssümü və söz birləşməsi. Üçüncü növ təyini söz birləşməsidir, ismi birləşmədir və bu ismi birləşmənin arasına müəyyən sözlər daxil olubdur. Onun təbəssümü üçüncü növ təyini söz birləşməsidir və onun üzündə hər zamanki təbəssümü hamısı bir yerdə olacağı nə? Mübtəda. Cümlə özvü kimi nə ilə ifadə olunub? Mübtədə ilə ifadə olunubdur. Burada isə yox idi də xəbərdir. Burada da deməli dedik ki çökürdü sözü cümlə özvü kimi xəbərlə ifadə olunur da. Feildir. Nitq hissəsi kimi feildir və nə ilə ifadə olunub? Xəbərlə. Vəssalam, bu qədər. Ümidvaram ki, bu tapşırıqlarda başa düşdünüz, maraqlı tapşırıqlardır, üzərində çox işlənilməsi, insanın beynini işlədən, mətn üzərində işlədən tapşırıqlardır. Mətni işləmək üçün belə tapşırıqlara çox diqqət ayırın və bu tapşırıqları gözəl işləyin və deməli, çünki 9-cu sinifdə sizə deməli 9-cu sinifdə imtahan verəcəksiniz, buraxılış imtahanınız olacaq və bu tipli tapşırıqları işləməyə üstünlük verin. Elə 9-cu sinif dərsliyinizi işləsəniz, bu sizin üçün demək olar ki, yetəri qədər bəsdir. 9-cu sinifin imtahanını vermək üçün yetəri qədər mən məsləhət görürəm ki, elə 9-cu sinifin dərsliyini işləyəsiniz. Bir yerdə işləsək, hər gün işlədiyimiz bu videolara hər gündə baxsanız, sizə kifayət edir. Dərslərin ardıcıllığına baxsanız, sizə kifayət edir. Bu qədər. Ümidvaram ki, videonu bəyəndiniz. Bəyənənlərdən bəyəni sayını görüm inşallah. Paylaşın və bəyənin. Bu qədər. Növbəti videoda görüşərik. Sağ olun.